O olmasın bu olsunun hambalı olan Əhməd Əhmədov haqqında məlumat. Əhməd Əhmədov 1902-ci ilin avqustunda Bakıda tacir ailəsində dünyaya gəlib. Atası İranlı idi. Oğlunu axund görmək istəyən Məmmədqulu kişi bu məqsədlə onu molla məktəbinə qoyur. Əhməd Bakıda dövrün tələblərinə uyğun olaraq mollaxanada təhsil alır. Təhsilini mədrəsədə davam etdirən Əhməd ərəb və fars dillərini gözəl bildiyinə, öz yaşıdlarından zehni və çalışqanlığı ilə seçildiyinə görə axundlar onu Nəcəfi Əşrəf şəhərinə göndərməyə qərar alırlar. 20-dən 30-a qədər il oğlundan ayrı düşəcəyini düşünən ata bu təklifdən boyun qaçırır. Quranı əzbərdən bilən, gözəl hafizəsi və məlahətli səsi olan Əhməd məhrəmlikdə şəbih deyər, qəsidələr oxuyardı. Əhmədin 18 yaşı olanda artıq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində müxtəlif həcmli rolları ifa etməyə başlamışdı. Bu dövrdə onun ikinci qabiliyyəti üzə çıxdı. Əhməd qələmli işə salaraq böyük poemalar, qəzəllər yazmağa başladı. Həyatda çox sakit, özünü gözə soxmayan Qəzəlxanın ilk filmi O olmasın bu olsunla başlayır. Bunu Əliağa Ağayev məsləhət edir. Hüseyn Seyidzadə hambal roluna bir neçə aktyoru sınasa da bəyənmir. Ağayevin xahişi ilə rejissor onu çağırıb sınayır. Hüseyn Seyidzadə elə ilk baxışdaca onu bəyənir və rola təsdiq edir. Epizodik rol olan hambal rolu Qəzəlxanın həyatını dəyişir və onun aktyorluq keyfiyyətlərini üzə çıxarır. Amma Qəzəlxanın sakit, qapalı adam olması onun çox filmlərdə çəkilməsinə imkan vermədi. Hətta aktyorun uzun illər çalışdığı Gənc Tamaşaçılar Teatrında da baş rolu demək olar ki, olmayıb. Əhməd Əhmədov 1982-ci ildə vəfat etmişdi.